Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala daim ecmaîn. Allahümme accil velikel ferec. Deməli, əzizlər, ikinci naib haqqında mövzumuzu davam edək ki, İmam Əcəlallah Fərəcəhin ikinci naibi, vəkili, səfiri Muhammed bin Osman, yəni birinci naibi, yəni İmam Həsən Əskəri əleyhissalam və İmam Mehdi Əcəlallah Fərəcəhin vəkilinin övladı olub və özü də 50 ilə yaxın bir ömür ərzində İmam Həsən Əskəri və İmam Mehdi Əcəlallah Fərəcəhin naibi olaraq onun səfiri vəzifəsində çalışırdı. Atası kimi imamların yanında böyük bir məqam sahibi olub. İmam Həsən Əskəri əleyhissalam Əhməd ibn İshaqa onun və atasının haqqında da yazıbdır ki, Əl-Əmri və Nəvsiqatan ki, biz bunu keçən bəhsimizdə danışdıq. Yəni Osman ibn Səid Əmri və övladı mənim yanımda etimad göstərilən siqə şəxslərdir. Sənə nə desələr mənimdən deyiblər və hər nə çatdırsalar məndən çatdırıblar. O ikisinin sözlərinə qulaq as və itaət elə. Onlar mənim etimad göstərdiyim əmanətdar şəxslərdilər deyə buyurubdur. Yəni İmam Mehdi Əcəlallah Fərəcəh onu etimadlı şəxs kimi sözlərlə vəsf edibdir ki, İmam Həsən Əskəri əleyhissalamın da etibar etdiyi və övladını onlara göstərdiyi şəxslərdən biri olubdur. Ki, yəni böyük bir nüfus sahibi olubdur, tanınan bir sima olubdur və İmam əleyhissalam ki, onun atası vəfat edəndən sonra öz tərəfindən onun haqqında bir məktub yazıb və vəzifəyə təyin edibdir. Ki, həmin məktubda da bu məsələni qeyd edibdir Həzrət. Və kənə minəl kəmali səadətihi ən razaqahullah Teala vələdən misləkə yaxlifuhu min bə'dihi və yaqumu məqamuhu bi əmrih və yətərəhhəmu əleyhi. Deyir, onun xoşbəxtliyi ondaydı ki, Allah ona sənin kimi övlad əta eləyibdir. Elə bir övlad ki, ondan sonra yerini tutasan və onun üçün Allahdan rəhmət istəyəsən. Rəhmət diləyəsən belə. Ki, bu da İmam Mehdi Əcəlallah Fərəcəhin öz məktubunda hətta açıq-aşkar, yəni Osman ibn Səid əmrini və onun övladını vəsf etməsidir, yəni ikinci naibini. Ki, onun İmam Mehdi Əcəlallah Fərəcəhin naibi olması haqqında da İmam Həsən Əskəri əleyhissalam tərəfindən məlumat verilir. Biz keçən bəhsdə bir neçə hədislərin də daxilində də bunları zikr elədik. Ki, hətta Həzrət deyildi ki, Osman ibn Səidin oğlu mənim oğlumun və sizin Mehdivizin vəkilidir. Ki, hətta bu xüsusiyyətlər səbəb oldu ki, onun naibliyi ciddi bir ixtilafla qarşılanmasın. Hətta Şeyx Tusi rəhmətullah əleyh ki, şiyələrin onun barəsində ümumi rəyi haqqında da deyir ki, və şiətun müstəmiətun əla ədalətihi və sıqatihi və əmanətihi limə təqaddəmə ləhu min nəsri aleyhi bil əmanəti vəl ədaləti vəl əmri bir rücu iləyhi fi həyəti Həsən aleyhissalam və bə'də muftihi fi həyəti əbihi Osman bin Səid lə yaxtəlifu fi ədaləti. Xülasə, Şeyx rəhmətullah əleyh deyir ki, şiyələr onun ədalətli, siqə etibarlı, əmanətlər olmasında icma eləyibdilər, yeşitil bir rəy deyiblər. Çünki hələ atasının sağlığında onun əmanətlər, ədalətli olmağı İmam Həsən Əskəri əleyhissalamın həyatda olduğu dövrdə ki, və həmçinin Həzrətin şəhadətindən sonra da ona müraciət olunması açıq şəkildə bəyan edilibdir və onun ədaləti haqqında heç kim ixtilaf eləməyib, əmanətdarlığı haqqında heç kimin şübhəsi olmayıb. Şiyələr bu işdə icma edibdilər ki, naiblik, o vəkalət məsələsində ondan başqasını da tanımayıblar və ondan başqasını müraciət etməyiblər. Onu da qeyd edək ki, Əhməd bin Hilal, Muhammed bin Nəsir və Muhammed ibn Əli bin Bilal kimi bəzi şəxslərin onun naibliyinə qarşı çıxması şiyələr tərəfindən ciddiyyədə alınmayıbdır. Yəni Muhammed ibn Osmanın vəkillik dövrünün uzun olması və onun ictimai nüfuzu səbəb olur ki, vəkillik
sistemi, vəkalət, o naiblik sistemi uzun müddət ərzində də öz mövcudluğunu qorusun və daha da möhkəmlənsin. Çünki Muhammed ibn Osman 40 ilə yaxın xüsusi naib olaraq fəaliyyət göstəribdir. Və bu dövr ərzində insanların suallarına cavab verib, onların ehtiyaclarını qarşılayıb və bu işlə məşğul olubdur. Ki, hətta 10 nəfər onun köməkçisi olub Bağdaddakı o köməkçilərdən biri də Hüseyin bin Ruh növbəxti idi ki, sonralar onun özü də nə oldu? Vəkil, səfir təyin olundu. Naiblik, ümumiyyətlə bu vəkillik vəzifəsini icra etməklə yanaşı Muhammed ibn Osmanın hədis və fiqh sahəsində də qeydləri olubdu. Abdullah ibn Cəfər Himeyri deyir ki, əlində onun İmam Həsən Əskəri əleyhissalamın ünvanladığı suallar və o ağanın öz xətti ilə yazılmış cavabları var idi. Mərhum keşki həmçinin Şeyx Nəcaşi Ricalda bunları qeyd edir. Şeyx Tusinin Fehristində 167-ci səhifədə bu keçir. Ki, həmçinin deyir, fikri mövzularda İmam Həsən Əskəri əleyhissalam və İmam Mehdi Cəlal Fərəcəhin hədislərini və onların izahını ehtiva edən kitablar yazmışdı. Yəni, şəxs həm də fəqih idi, fəqahəti var idi. Tək hədis bilmək deyildi, məsələ. Ki, Muhammed ibn Osman İmam Hadi əleyhissalamın hədislərini öz atası vasitəsilə nəql edibdir. Yəni, bu yazılar da ki, sonralar ondan sonraki vəkillərin ixtiyarına verilir ki, onun bəzi şəxslər də elmi mübahisələrdə hədis kitablarında hətta qeyd olunur. Məsələn, mərhum Şeyx Sadiq Kəmaləddin və Təmam-ı Nimənin 507-ci səhifəsində, 519-cu səhifəsində ki, mövzulardan qeyd edir. Muhammed ibn Osman ömrünün son illərində bəzi işləri, xüsusilə maliyyə məsələlərini Hüseyin ibn Ruha tövsiyə eləyir və onun, belə deyək də, naibliyi üçün zəmin yaradırdı. Və ömrünün sonlarında da özü üçün qəbir qazdırıb, hər gün orada Quran-ı Kərim oxuyardı, hətta o dərəcədə. Yəni ki, o mümin bir şəxsiyyət olub ki, axirətini bu cür düşünübdür. Ki, İmam Mehdi Cəlal Fərəcəhin verdiyi xəbər əsasında da öz ölüm tarixindən xəbərdar idi və onu özünə yaxın olan bəzi şəxsləri də bildirmişdi. Hicri 304 və 305-ci qəməri ilində Cəmaət əvvəl ayının beləliklə axırlarında vəfat edibdi. Bağdadın Küfə qapısı adlanan yerdə anasının yanında dəfn olunubdu. Ki, onun məzarda Bağdadda Xəllani adı ilə məşhurdur. Yəni, belə deyirlər ərəblər, Xəllani. Xülasə, yəni, bu əzəmətli şəxsiyyət ki, Əbu Nəsr Hibətullahın da nəql etdiyinə əsasən ki, mərhum Şeyx Tusi Əl-Qeybənin 366-cı səhifəsində Həsən səhih dərəcəsində rivayətdə qeyd edir ki, Əbu Cəfər Muhammed ibn Osmanın qəbri Bağdadda Küfə qapısında anasının məzarının yanında və evinin yerləşdiyi məhəllədə olub. Ancaq indi çölün ortasında yerləşir. Allah torpağını pak eləsin deyə qeyd edir. Və həmçinin biz dediyimiz kimi rivayətlərdə də baxsaq görürük ki, açıq-aşkar biz keçən bəhsdə də qeyd etdik ki, atasının mövzusunda da ki, nə qədər rivayətlər var ki, bu şəxsiyyətlər vəsf olunubdur. Məsələn, yenə qayıdıram Şeyx Tusi rəhmətullah əleyhin Əl-Qeybə əsərindəki mötəbər sənədini nəql edibdir. Kitabın 361-ci səhifəsində Şeyx Abdullah bin Cəfər Himeyridən ki, Cəfər Himeyri də Qumun şeyxlərindən, böyüklərindən və siqə şəxslərdən olubdur. İki imamın səhabəsi oldu, İmam Hadi və İmam Həsən Əskəri əleyhissalam. Ki, Hicri 290-cı illərdə Küfiyə gəlibdi ki, hətta oranın cəmaatı ki, Abdullah ibn Cəfər Himeyridən hədis nəql ediblər, eşidiblər, yazıblar, nəql ediblər. Ki, nə qədər kitabları var, risalələri var ki, hətta məktublar var onun tərəfdən yazılan, yəni ki, bu cür əzəmətli bir şəxs olub. Şeyx Tusi rəhmətullah ondan nəql edir ki, deyir, atasının vəfatı ilə əlaqədar Şeyx Əbu Cəfər Muhammed ibn Osman bin Səid Əmriyə ki, məktub gəlir imam tərəfindən. Məktubda deyilir ki, biz Allah tərəfindən gəlmişik və Allaha doğru qayıdacağıq. İnna lillah və inna ileyhi raciun təslimən li əmrihi və rıda qədaihi aşə əbukə saidən və mata həmidən və rahiməhullah.
Və İmam məktubun davamında buyurur ki, onun əmrlərinə tabi və qəza və qədərinə razıyıq. Yəni Allahın sənin atan xoşbəxt yaşadığı bəyəndən halda dünyadan köçdü, Allah ona rəhmət etsin və onu öz övliyalarına, yəni Əhl-i Beyt əleyhissalama qovuştursun, çatdırsın. Niyə? Həmişə onların işi üçün çalışırdı, həmişə Allaha və övliyalara, Allah dostlarına yaxınlaşdıran işlər görməyə səy edir. Allah ruhunu şad, xətalarını da bağışlasın. Ki, məktubun hətta başqa bir hissəsində deyilir ki, Allah sənin əcrini artırsın, əzadarlığını qəbul etsin. Yəni, bu da mahiyyət olaraq və əhsənə ləkəl əzaə, bu da onun göstəricisidir ki, əzanı göstərmək və baş sağlığı vermək, əzadarlıq etmək özü bir təşviqdir və göstərişdir ki, bəyəniləndir İmamın bu məktubunda, cavab məktubunda. Ki, Həzrət də həmin məktubda davamında deyir ki, bir hissəsində ki, sənin müsibəti bizim də müsibətimizdir. Atavın ayrılığı səni və bizi həsrətə saldı. Allah onu qayıtdığı yerdə şad eləsin. Bu ona xoşbəxtliyindən ki, Allah Taala ona səni kimi övlad veribdir ki, tərif deyir və neynəyəsən, onun göstərişli yerində oturasan və onun üçün Allahda rəhmət istəyəsən. Həmid olsun ki, o Allaha ki, canlar sənin məqamından Allahın səndə və sənin yanında qərar verdiklərinə razıdır. Allah sənin yardımcın olsun, sənə güc versin, sənə kömək olsun, səni müvəffəq etsin, nəzəri daim üzərində olsun, səni qorusun və işlərində sənə kifayət eləsin. Ki, İmam əleyhissalam açıq-aşkar həm də neynir? Belə bir əzəmətli dua edir. Təbii ki, imamın duasıdırsa bir şəxsin haqqında, bunun haqqında artıq şək etmək ehtiyac qalmır ki, hətta başqa bir insan oturub dəlil sübut axtarsın. Həmçinin başqa bir mötəbər sənəddə hədisdə Muhammed ibn İbrahim bin Məhziyər Əl-Əhvazidən nəql edilir ki, Şeyx Tusi nəql gətirir ki, Əbu Əmir Osman ibn Səid vəfat edəndən sonra İmam əleyhissalamdan məktub gəlir. Məktubda deyilir ki, oğlu atasının sağlığında həmişə bizim etimad etdiyimiz siqə şəxs olub, hörmətli şəxs olub və bizim yanımızda həmin məqamı vəzifəyə malikdir, sahibdir, yəni vəkilimizdir, yəni bizim işlərin icraçısıdır, səfirdir. Ki, oğlu da bizdən əmr alır, ona uyğun hərəkət edir, Allah onu daim öz nəzarət altında saxlasın. Onun dediklərinə qulaq as ki, və ərrifə muamilətinə zəlik. Bizim ona qarşı olan bu münasibətimizi də hamilə çatdır. Və hətta Abdullah bin Cəfər Himəyərin də nəql etdiyi digər bir qısa mətndə var ki, Şeyx Tusi rəhmətlə onu da gətirir ki, Əbu Əmir, yəni Osman ibn Səid əmri, birinci naib, dünyadan köçəndən sonra bizə Əbu Cəfərin xəlifəsi olmaq haqqında məktublar yetişdi. Bu məktublar eyni ilə həmişə yazışdığımız daha doğrusu ki, nukatibu bihi bi iqaməti Əbu Cəfər radiyallahu anhu məqaməhu ki, deyir, eyni o məktublar ki, necə əvvəldə yazışırdıq, imamla gəlirdi birinci naib vasitəsilə, eyni həmin xətlə yazılmışdı ki, bu da onu göstərdi ki, birbaşa həqiqətən də imamın özündən gələn əlamətdir. Ki, bunun haqqında dediyim kimi başqa rivayətlər də var ki, Əhl-i Beyt əleyhissalam ki, onları vəsf eləyib. Məsələn, İmam Zaman Əccəlala Fərəcə ki, həmin bu naibin, bu səfirin özü haqqında da geniş deyir, təşəkkürlər deyir, onu vəsf eləyir mahiyyət olaraq. Həmçinin bu naibin özü də imamın haqqında rivayətlər nəql edibdir. Məsələn, deyir ki, deyir, Həzrəti deyir, Kəbənin pərdəsindən tutaraq belə bir dua etdiyini eşitdi, müstəcər olan yerdə, yəni Kəbənin arxa divarı ilə üzbəüz Yəmani rüknuna yaxın olan bir yerdir. Deyir, müstəcər olaraq tutduqda, müstəcər də yəni dua və cəhənnəmdən, belə deyək də, dua ilə cəhənnəmdən Allaha pənah aparmaq yeri kimidir.
ki, deyir, bu cür deyirdi ki, Allahümmə təqim li min ədai. Ki, ey mənim Allahım, düşmənlərindən intiqamını al. Yaxud da hətta mən Riyadul Fəqihdə Şeyx Saduq rəhmətullahi aleyh nəql edir ki, deyir, and olsun Allaha, bu işin sahibi hər il həc mövsümündə iştirak edir ki, insanları görür və tanıyır. İnsanlar da onu görür, amma tanımırlar. Deməli, bu rivayətdə də göstərir ki, həmçinin bu səfirin özü, naibin özü, vəkilin özü hər hadisə, yəni ki, bu vəzifələri icra edən şəxs ki, açıq-aşkar imamın özünün haqqında da rivayətlər nəql edir, onun görməyini bəyan edir. Hətta Əl-Xərac və Cəlah kitabının 3-cü cildinin 1113-cü səhifəsində belə bir mətn keçir ki, Əbu Cəfər Əmrinin qızı Ümmü Gülsüm bunu nəql edir. Deyir, Qum şəhərindən atamın yanına İmam Zaman Əcəlullah Fərəcəhə çatacaq bir mal gətirirlər. Malı gətirən ona veriləni verir və öz şəhərinə qayıtmaq istəyir ki, Əbu Cəfər ona deyir ki, bir şey qalıb, o haradadır? Malı gətirən deyir ki, hamısını vermişəm, heç də qalmıyor. O da deyir ki, yanında 2 pambıq yükü apardığın filan pambıq toxuyanın yanına get və üzərində filan söz yazılmış həmin 2 yükdən birini arala. Qalan şey onun bir küncündədir. Deyir, həmin şəxs təəccüblənir və Əbu Cəfərin dediyi kimi gedir, baxır, həqiqətən də onu tapır. Yəni, bu özü belə nədir? Onun göstərdidir ki, imamın naibi belə qeybi mövzudan xəbərdardır və bunu da təbii ki, ona kim deyir? İmam əleyhissalam çatdırır. Və bu da kifayət edir ki, yəni bu imamın naibinin həqiqətən də, ikinci naibində əzəmətli bir şəxsiyyət olmasının açıq-aşkar, yəni dəlili olsun. Digər 3-cü naib Hüseyin bin Ruhdur. Əbülqasım Hüseyin bin Ruh Nubəxti İmam Zaman Əcəlullah Fərəcəhənin xüsusi olan 3-cü vəkilidir və vəzifə hicrətin 305-ci hicrində təyin olunub. Məşhur Nubəxtilər nəslindəndir, alim və təqvalı şəxs olub və tayfanın böyükləri ilə münasibət olubdur. Məhəmməd ibn Osmanın zamanında Hüseyin ibn Ruh onun Bağdaddakı 10 köməkçisindən biri olub. Məhəmməd ibn Osmanın ömrünün son illərində bəzi maliyyə işlərini ona həvalə eləmişdi hətta və Məhəmməd ibn Osman dünyadan köçəndə, vəfat edəndə Əbu Səhl Nubəxti və Cəfər ibn Əhməd ibn Mə'til kimi bəzi tanınmış şəxsiyyətlərin orada olmağına baxmayaraq bu vəzifəyə Hüseyin bin Ruh təyin olunur və ki, vəkilliyi də Şia alimləri və Əhl-i Beyt əleyhissalam arzullah tərəfindən ki, qəbul olunur, yəni Şiələr tərəfindən. Və Muhammed ibn Osman 3-cü naib Hüseyin bin Ruhu təqdim edəndə hətta deyir ki, Hazı Əbülqasım Əl-Hüseyin bin Ruh bin Əbu Bəhr Nubəxti Əl-Qaim məqami və safiri beynəkum və beynə sahibil əmr aleyhissalam və vəkil ləhu və sıqatil əmin. Deməli, Həzrət İmam Zaman Əcəlullah Fərəcəhin ki, naibi hələ Muhammed ibn Osman idi, o Hüseyin bin Ruhu öz ölümündən qabaq vəsf edir ki, kimdir? Hüseyin bin Ruh bin Əbu Bəhr Nubəxti mənim məqamımda olan şəxsdir. İmam Zaman Əcəlullah Fərəcəhlə, yəni zamanın sahibi ilə sizin aranızda səfir və vəkil olacaq. O etibarlı və əmanətdar şəxsdir. İşlərimizdə ona müraciət edir. Qarşımıza çıxan çətinliklərdə ona arxain olun. Mənə belə əmr olunur və mən də sizə onu çatdırdım. Yəni ki, mənə deyilibdir. Yəni, kimdən deyilib? Təbii ki, imam tərəfindən. İmam Mehdi Əcəlullah Fərəcəhən Hüseyin ibn Ruh barəsində edilən tərifin ən üstünü isə ki, bir xüsusi mətndir ki, onu daha çox əsas götürülür. Ki, orada Həzrət deyir ki, Nə'rifuhu ərrəfəhullah, əl-xeyrə kulləhu və ridvanuhu və əsədəhu bitəvfiq. Ki, deyir, onu tanıyırıq. Allah bütün xeyir, bərəkəti və cəlazını ona tanıttırsın, ona müvəffəqiyyət və saadət versin. Biz onun məktubunda xəbər tutduq və o daşıdığı vəzifədə bizim etimad göstərdiyimiz bir şəxsdir. Onun bizim yanımızda elə böyük bir məqamı var ki, bu onu razı salar. Allah
onun yaxşılıqlarını artırsın. Ki biz də baxırıq ki, həqiqətən də Kəlam Rical kitablarında bu şəxsiyyət çox tərif olunur. Hətta Əhl-i Sünnə mənbələrində də böyük məqam sahibi olmağı da biz görə bilirik ki, məsələn, Zəhəbi Siyar Əlam-ı Nübala kitabının 15-ci cildinin 224-cü səhifəsində ki, həmçinin Tarixul İslam kitabının 191-ci səhifəsində ki, bu haqda qeydlər gətirir. Həmçinin Hüseyin bin Ruh şiələrin belə deyək ki, o fəqih idi, fətva verəli idi, mufti idi, belə tanınıb hətta ki, onun elmi göstəricisinin də bir işarəsidir. Bunu hətta Əhl-i alimlər də deyiblər ki, dediyimiz kimi Zəhəbi Siyərdə onun tərcümə halında gətirir ki, bu şəxs özü şiələrin muftisi idi, fətva verirdi onlar üçün. Yəni, böyük bir alim idi ki, o Ət-Tə'dib adlı bir kitab yazıb ki, Hüseyin bin Ruh Qum alimlərinə Ət-Tə'dib adlı həmin bu kitabı təqdim edib, onların bu kitab barəsində fikrini öyrənmək istəyib, onlar da bir məqamı çıxmaq şərti ilə bütün kitabı təsdiqləyiblər. Bəzilər bu kitabın Hüseyin ibn Ruh'a aid olmadığını da deyiblər ki, bu fikir də deyənlər olubdur. Məsələn, bizim dövrümüzün böyük alimlərindən Ayətullah Üzma, Seyyid Şubeyri Zəncani məsəl üçün tam qəti yəqinə çatmayıb bu məsələdə ki, o kitab ona aiddir. Amma hər hal, yenə də bizim başqa bir ulama, rical və fəqihlərimiz, füqahalarımız ki, bunu təsdiqləyiblər ki, bu kitab ona məxsusdur ki, və istənilən halda, belə deyək ki, öz kitabını təqdim etməsi alimlərə həm təvazüdən, həm də elmi xətalardan bir növ olsa belə sığınmaqdır ki, insan mümkündür ki, bir gözdən, nəzərdən, fikirdən yayılan bir xətaya da düşə bilər. Həm də bu da Hüseyin ibn Ruhun böyük bir məqamının göstəricisidir, belə deyək. Həmçinin Hüseyin ibn Ruhun naib olduğu ilkirlər, xüsusən də Ali Fərat adlı bir ailənin, nəslin Abbasların vəzir olduğu dövrlər heç də xüsusi bir təhlükə olmadan sakit keçən bir dönəm sayılıb. Amma Hicrətin 312-ci ilində Ali Fəratın vəzifədən kənarlaşdırılması və qəramitə, yəni qərmətilər deyilir ki, əməkdaşlıq etmə ittihamı ilə həbs edilməsindən sonra bir sıra hadisələr baş verir. Və Hüseyin ibn Ruhun gizlənməyi, daha sonra həbs edilməsi nəticələnir və Hicri 312-317-ci illərdə zindanda olur və yəni o 5 il ərzində və bu dövr ərzində ona ən yaxın olan insanlardan biri, yəni Muhammed ibn Əli ibn Şəlmağani yolunu azır və özü üçün naiblik iddiası edir və Hüseyin ibn Ruhun naibliyini inkar edir. Şəlmağani də yolunu azmağı, xüsusilə Hüseyin ibn Ruhun həbsdə olduğu müddətdə vəkillik sistemində baş vermiş ən mühüm hadisələrdən biri sayılır. Belə deyək ki, Hicri 317-ci ildə ordunun Muqtədir Əbbasını devirməyindən sonra xəlifə zindana düşür və əvvəlki məhbuslar azad olunur. Hüseyin ibn Ruh da zindandan çıxarılır. Nurbaxtlar ailəsindən bəzi şəxslərin Abbasi sarayında və orduda qüvvətlənməyindən sonra o əvvəlki qüdrət və mövqeyini, gücünü bərpa edir. Hüseyin ibn Ruh onu qəbul edən, etməyənlərin dediyinə əsasən öz dövrünün ən mühüm və ən ağıllı şəxslərindən, xalq arasında, hətta xilafət sarayında belə xüsusi ehtiram və izzət sahibi olanlardan olubdur. Ki, hətta o xüsusilə müxalif məzhəblərin inanclarına qarşı davranışda çox ehtiyatlı olubdur və öz qapçısını Muaviyə lənət oxumasına görə hətta deyil, işdən çıxardıbdır. Onun bu rəftarında hökumət və əhl-i sünnə arasında şiə cəmiyyətinə rəhbərlik etmək üçün lazım olan qüdrət və nüfuz əldə etməyinə səbəb olubdur. Yəni bunu etməklə. Ki, Hüseyin ibn Ruh Nurbaxtı rəhmətullahi aleyh 21 il İmam Zaman Əcəllah Fərəcəhin xüsusi vəkil olubdur və Hicri 326-cı ildə Şaban ayında vəfat edibdir və Nurbaxtlərin məqbərəsində dəfn olunubdur. Ki, Şeyx Tusi Əl-Qeybədə belə qeyd edir ki, o öz ölümündən öncədə İmam Zaman Əcəllah Fərəcəhin əmri ilə Əli ibn Muhammed Səmurini 4-cü vəkil olaraq tanıdıbdır. Bu şəxsiyyətin də özü haqqında yenə hədislərdə kifayət qədər göstərişlər var ki, məsələn,
Şeyx Tusi Əl-Qeybədə səhifə 372-də Əbul Abbas bin Nuhda nəql edir ki, Əhvazda Muhammed İbn Nəfsin xətti ilə yazılmış bir yazı gördüm. Orada deyilirdi ki, Əbul Qasimdən, yəni Hüseyn ibn Ruhun künyəsidir. Gələn birinci məktubun məzmunu belədir ki, onu tanıyırıq. Allah öz xeyir və razılığını onunla tanıttırsın və onun müvəffəqiyyətlə səadət nəsib eləsin. Biz onun məktubundan xəbərdar olduq və o daşıdığı vəzifədə bizim etimad göstərdiyimiz şəxsdir. Onun bizim yanımızda xüsusi məqamı var ki, bu onu razı salır. Allah onun yaxşılığını artırsın. Həqiqətən də Allah qüdrətli başçıdır. Həmid bənzəri olmayan Allaha məxsusdur. Allaha salam və salavat olsun Rəsulü Muhammedə və onun pak əhl-i beytinə. Bu məktub həftənin bazar günü 35-ci Hicri qəməri ilinin Şəvval ayının da 6 gün sonra çatıbdır. Ki, həmçinin başqa bir dədə Əbu Cəfər Əmrinin qızı Ümmü Gülsümdən də Şeyx Tusi rəhmətullahi əleyh həmin səhifədə bir başqa ki, məktubu nəql eləyir, məlumatı çatdırır. Və eyni zamanda həmçinin mərhum Şeyx Səduk Kəmaluddində də Əbu Cəfər Muhammed ibn Əli Əsvəddən belə bir nəql gətirir ki, deyir, mən imama vəqf olunan malları Əbu Cəfər Muhammed ibn Osman Əmrinin yanına aparırdım və o da məndən təhvil alırdı. Bir gün ömrünün sonlarında ki, onun yanına mal apardım, amma mənə tapşırıq verdi ki, onları Əbul Qasım ruha təhvil verəsən. Deyir, mən vəqf olunan malları ona verdim və ondan qəbz istədim. Ancaq deyir, o Əbu Cəfər Əmriyə şikayət etdi. Deyir, Əbu Cəfər mənə ondan qəbz istəmək barədə göstəriş verdi və dedi ki, Əbu Qasımə hər nə çatırsa, elə bir ki, mənə çatıbdır, bu cürdür. Yəni, bu da o şəxsiyyətin bir əzəmətin göstəricisidir ki, həmçinin özündən qabaqçı vəkil də, yəni səfir də onu təsdiqləyibdir. Yəni, mahiyyət olaraq bu haqda biz həqiqətən də siyahını və boyunu da bilərik ki, nə qədər rivayətlər var ki, mərhum Şeyx Tusinin Əl-Qeyb əsərinin məxsus 367-ci səhifəsi, 373-cü səhifəsinə qədər bu haqda məlumat əldə eləmək olar ki, bu bir özü geniş bir bəhsdir. Amma əsas odur ki, bu onun göstəricisidir ki, bu naibin də haqqında kifayət qədər dəlillər var. Məsələn, Əl-Xərazi kitabında qeyd olunan əsasən İmam Həsən Əskəri əleyhissalamın vəfatından sonra mallar Bağdaddakı naiblərə aparılır və onların yanından məktublar çıxırdı. Deyir, bu naiblərin birincisi İmam Həsən Əskəri əleyhissalamın vəkili Şeyx Osman ibn Səid Əmri idi. Sonra ondan sonra oğlu Əbu Cəfər Muhammed ibn Osman, daha sonra Əbul Qasım Hüseyn ibn Ruh və sonda Şeyx Əbul Həsən Əli ibn Muhammed Səmuri idi. Deyir, ondan sonra böyük qeyb dövrü başlandı. Bu 4 nəfərin hər biri İmam Zaman Əcəlallah Fərəcəhin onlara xəbər verməyi nəticəsində təhvil verilməli olan malı miqdarını qısa və yaxud da müfəssəl bir şəkildə bilirdi və onların sahiblərinin adlarını çəkərək bildirirdilər. Ki, yəni bunlar hamısı açıq-aşkar dəlillərdir ki, bu şəxsiyyətin bir əzəməti üçün işarədir və göstərişdir Əhl-i Beyt əleyhimussalamla və həmçinin bu dediyim kimi hədisləri uzatmaq olar, rivayətlər çoxdur və bunlar da kifayət eləyir ki, düşünürəm ki, yəni dəlil istəyənlər üçün bəs edər. Həmçinin Şeyx Tusi rəhmətullahi əleyh nəql edir ki, Əbul Qasım Hüseyn ibn Ruh ki, qəbri Nurbəxtlər məhəlləsində Əli ibn Əhməd Nurbəxtinin evinin yerləşdiyi küçədə idi və orada bir təpiyə, həmçində Dəclə çayındakı Şərq körpüsünə gedən 2 yol var. Bu şəxsiyyət, əzəmətli şəxsiyyət Hüseyn ibn Ruh Nurbəxti 336-cı Hicri ilində Şaban ayında vəfat elədi və həmçinin ondan çoxlu rivayətlər nəql edilibdir. Və 4-cü, sonuncu xas səfir və vəkil Əli ibn Muhammed Səmuridir. Əbul Həsən künyəsi ilə tanınan bu şəxsiyyət Əli ibn Muhammed Səmuri ki, Seyməri olaraq da nəql olunubdur, amma daha çox Səmuri olaraq ittifaq olunubdur adı üzərində. Ki, sonuncu vəkildir və bu vəzifəyə Hüseyn ibn Ruh tərəfindən təyin olunub. Onun keçmişi, vəkilliyi dövründə baş vermiş hadisələr haqqında kifayət qədər məlumat çatmayıb bizə. Bildiyimiz budur ki, o Hüseyn ibn Ruhun təyin etdiyi şəxsdir və ölümündən 6 gün əvvəl imam tərəfindən ona məktub gəlir və 6 gün sonra vəfat haqqında xəbər verilir
məktubda açıq bildirilir ki, Əli ibn Muhammed Səmuridən sonra xüsusi naib olmayacaq və böyük qeyb dövrü başlayacaq. Və Əli ibn Muhammed Səmuri hicrətin 329-cu ili Şaban ayının 15-də 3 il vəkil, səfir olduqdan sonra vəfat edir. Bağdadda Bərasa məscidinin yaxınlığında dəfn olunur. Ki, məsələn, Şeyx Tusi rəhmətullah əleyh Əl-Qeybə kitabının 394-cü səhifəsində 2 səhih sənədlə nəql edir rivayət ki, onu da mərhum Əllaməçi Biharın 51-ci cildinin 360-cı səhifəsində gətiribdir. Deməli, rivayətdə gəlir ki, Şeyx rəhmətullah nəql edir ki, Əbu Abdullah Səfvanidən Şeyx Əbul-Qasım Əbul-Həsən öz vəsiyyətini Əli ibn Muhammed Səmuriyə etdi. Və beləcə Əli ibn Muhammed onun canişini, yəni vəsisi oldu, onun vəsiyyəti ilə və daha sonra Səmurinin ölüm anı çatanda şiələr onun yanına getdi. Ondan yerinə təyin olunmuş vəkil və naib haqqında soruşdular. Deyir, o bu arada açıq şəkildə heç nə demədi və dedi ki, özümdən sonra kiməsə vəsiyyət etmək barədə mənə bir göstəriş verilməyib. Və Şeyx Sədıq rəhmətullah Kəmaləddində səhifə 516-da, həmçinin Şeyx Tusidə Əl-Qeybə əsərinin 395-ci səhifəsində, mərhum Şeyx Təbərsi də ehticacın 2-ci cildinin 555-ci səhifəsində mötəbər sənədlə nəql edir ki, Şeyx Əli ibn Muhammed Səmuri vəfat edən il mən Bağdadda idim. Deməli, bu rivayət də gəlir Əbu Muhammed Həsən ibn Əhməd Mükəttəbdən. Deyir, ölümündən bir neçə gün əvvəl onun yanına getdim və o cəmaat üçün bir məktub çıxartdı. Deyir, məktubda belə idi ki, Bismillahirrahmanirrahim. Ya Ali ibn Muhammed Səmuri, Əzəmallah əcrə ixvanikə fikə, fə innəkə məyyitun mə beynəkə və beynə sittədə əyyəmin. Deyir, məktubda belə gəlir ki, Bismillahirrahmanirrahim. Ey Ali ibn Muhammed Səmuri, Allah qardaşlarının savabını artırsın. 6 gün arasında, yəni 6 günə qədər öləcəksən, dünyada dəyişəcəksən, ona görə işləri sahmana sal, özündən sonra ki, öz məqamıva, yəni vəfatından sonra heç kimi təyin etmə, vəsiyyət etmə, çünki ikinci qeyb dövrü başlanıb və Allah icazə verməyənə qədər zuhur baş verməyəcək. Fələ zuhura illə bəədə iznillah əzzə və cəl. Və bu zuhur yalnız qeyb dövrü uzandıqdan, qəlblər belə deyək də daşlaşandan sonra və yer üzü zülmlə dolandan sonra baş verəcək. Mənim şiələrimin yanına bəzi şəxslər gələcək və məni müşahidə etdiyini yəddə'i əl-müşahidətə əla fəmən yəddə'a el-müşahidete qabla xuruc Süfyan və sayhəti fəhvə kəzibun muftərin. Deyir, o şiələrin ki, yanına gəlib bəzə iddia edəcək ki, məni görüblər, müşahidə ediblər və bilin ki, kim Süfyanı xuruc eləmədən, göydən səs gəlmədən əvvəl məni müşahidə etdiyini iddia edəcək, yalancıdır və böyük iftiraçıdır. Böyük və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Deyir, biz bu məktubun üzünü köçürdük, onun yanından ayrıldıq. 6 gün tamam olanda Səmurinin yanına qayıtdıq, o can üstəydi. Ondan soruşdular, səndən sonra canişin, yəni səndən sonra vəkil kim olacaq? Ki, cavabında dedi ki, Allah öz işini sona çatdıracaq dedi və dünyadan köçdü. Bu, ondan eşitdiyimiz sonuncu bir söz oldu. Burada da bir haşiyə qeyd edeyim ki, müşahidə məsələsində bəzidir ki, imamı görmək mümkün deyil, kim görsə yox. İmamı görmək mümkündür. Bu, səhih hədislərdə də var ki, böyük qeyb dövründə xas dostları bunu biləcək və imamla görüşənlər də kifayət qədər olduğuna görə, yəni müəyyən dəstə möminlərdən, alimlərdən olduğuna görə, bu da onun göstəricisidir ki, bu görüşdən danışılmır. Buradakı mənanı ulama, alimlər hamısı şərh edəndə deyiblər ki, müşahidə sözündə məqsəd imamın xüsusi səfiri, vəkili, naibi olmaq iddiası etmək mənasındadır ki, kim, yəni Səmuridən sonra, Əli ibn Muhammed Səmuridən sonra iddia eləsin ki, mən xüsusi səfirəm, naibəm, vəkiləm, o adam yalancı və iftiraçıdır.
ki, buradakı hədisdəki məna da bu mənaya dəlalət eləyir müşahidə kəlməsi. Nəinki görmək, ra'yə sözündən deyil. Velhamdülillah Rabbil alemin.